Dərs 16-nın izahına baxaq. Atmosferdə su və buxarlanma, havanın rütubətliliyi, atmosfer yağıntıları. Yer səthində olan suyun maye haldan buxar halına keçməsi buxarlanma adlanır. Buxarlanma temperaturdan, küləkdən, səth örtüyündən asılı olaraq dəyişir. Buxarlanma il ərzində 1 kvadrat santimetr səthdən buxarlanan suyun miqdarıdır. Buxarlanan suyun 86% okean dənizin, 14% isə quru səthindən buxarlanmanın payına düşür. Yer səthində olan buxarlanma düşən yağıntıdan çox ola bilməz. Buxarlanma həmişə yağıntıdan az olur. Yüksək buxarlanma üçün temperaturda çox olmalıdır. Yağıntı da çox olmalıdır. Hər ikisi çox olduqda buxarlanma da çox olur. Amma bəzi ərazilərdə, xüsusilə də tropik səhra bölgəsində temperatur şəraiti var, amma yağıntı yoxdur. Ona görə də buxarlanma burada azdır. Buxarlanma qabiliyyəti var, amma buxarlanma azdır. Müəyyən temperatur şəraitində 1 kvadrat santimetr səthdən maksimum buxarlana biləcək suyun miqdarına mümkün buxarlanma və ya buxarlanma qabiliyyəti deyilir. Temperatur nə qədər çox olsa, mümkün buxarlanma da o qədər çox olur. Mümkün buxarlanma ekvatorda 1000 mm, tropiklərdə 2000 mülayim enliklərdə 800 mm, qütblərdə 100 mm olaraq dəyişir. Mümkün buxarlanma ən çox dedik tropik səhralarda olur. Ən az isə qütbətrafı ərazilərdə müşahidə edilir. Eyni buxarlanma qabiliyyətinə malik nöqtələri birləşdirən xəttlər izoqaminlər adlanır. Havanın rütubətliliyi. Rütubətlilik mütləq və nisbi rütubətlilik olmaqla 2 yerə bölünür. 1 kub metr havada olan su buxarının qramlarla miqdarına mütləq rütubətlilik deyilir. Havadakı su buxarının faizlə miqdarı isə nisbi rütubətlilik adlanır. Rütubətliyi hiqrometr və psixometr cihazları ilə təyin edirlər. Nisbi rütubətlik 30%-ə qədər olanda həmin hava quru, 30-60%-ə qədər olanda normal, 60%-dən çox olduqda isə ifrat rütubətliyi adlanır. Temperaturdan asılı olaraq 1 kub metr havanın su buxarı saxlamaq qabiliyyəti dəyişir. Temperatur çoxalanda 1 kub metr havanın su buxarı saxlamaq qabiliyyəti də çoxalır. Temperatur aşağı düşdükdə isə 1 kub metr havanın su buxarı saxlamaq qabiliyyəti də azalır. Mənfi 20 dərəcə Selsi temperaturda 1 qram su buxarı, mənfi 10-da 2,5 qram, 0 dərəcədə 5 qram, müsbət 10 dərəcədə 9 qram, müsbət 20 dərəcədə 17 qram, müsbət 30 dərəcədə 30 qram su buxarı saxlamaq qabiliyyəti var. Hava su buxarı ilə doymuş və doymamış vəziyyətdə ola bilir. Müəyyən temperaturda 1 kub metr havanın tərkibində mümkün ola biləcək su buxarı varsa bu doymuşdur. Yox, mümkün ola biləcək su buxarından az hava varsa, az rütubətlik varsa, üzr istəyirəm, artıq bu doymamış adlanır. Doymuş havada yağıntı vermək ehtimalı çoxdur, amma doymamış havada artıq yağıntının yaranması zəifləyir. Atmosfer yağıntıları. Atmosferdə yer səthinə maye və bərk halında düşən su, atmosfer çöküntüləri və ya atmosfer yağıntıları adlanır. Atmosfer yağıntıları birbaşa buluddan və havadan yarana bilər. Buluddan yağış, qar dolu, havadan şeh, qrov, sırsıra, duman və s. ola bilər. Atmosfer yağıntıları kondensasiya və sublimasiya hesabına baş verir. Havanın temperaturundan asılı olaraq rütubət tutumunun dəyişməsi ilə əlaqədar su buxarının maye halına keçməsi kondensasiyadır. Birbaşa bərk hara keçməsi sublimasiya adlanır. Bulud nədir? Troposferdə su buxarının yuxarı qalxıb, yəni yüksəlib, soyuması ilə artıq burada buz kristallarından ibarət buludlar yaranır. Buludlar laylı topa və ləyəşvari buludlar olmaqla 3 yerə bölünür. Laylı buludlar 200 kilometrdən 6 kilometrə qədər.
deməli 2 kilometrdən 6 kilometrə qədər olan əraziləri əhatə edir. Laylı buludların laylı topa, laylı yağış kimi növləri də var. Yazda, yayda və payızda yer səthi çox qızır və buxarlanan suyun miqdarı artıq çoxalır. Qızmış yer səthindən yuxarı qalxan güclü hava axınları artıq burada yuxarı hissələrdə su buxarının yaranmasına səbəb olur. Bu da 200 kilometr, 2-3 kilometr və daha yüksək ərazilərdə yaranan topa buludları əmələ gətirir. Hava axınları sürətlə yuxarı qalxanda topa buludlar 10 kilometrə qədər yüksələ bilir və göy hissəni, yəni yuxarı səmanı artıq tamamilə örtə bilir. Onlar arasında topa yağış buludları yaranır. Sonra gəlir lələşvari buludlar 6 kilometrdən yüksəkdə əmələ gəlir. Havanın soyuması ilə əlaqədar kiçik buz kristallarından yaranır. Lələşvari buludlar yağıntı vermir və havanın soyuqlaşmasının əlamətlərini özündə göstərir. Səmanın buludlarla örtülməsi buludluq adlanır. Buludluğun ən böyük qiyməti ekvatorial enliklərdə, ən kiçiyi isə tropik səhralardadır. Buludluqla 10 bal və ya faizlə ölçülür. 1 bal 10% kimi götürülür. Nefroskop adından cihazla təyin olunur. Yer səthinə düşən yağıntının miqdarı burada olan suyun əmələ gətirdiyi qatın qalınlığı pulvimetr ilə ölçülür. Yəni yer səthində olan yağıntının miqdarı pulvimetr cihazı ilə ölçülür. Yağıntının dediyi əsas hissəsi okean dənizlərdən, 21% isə quru üzərindən əmələ gəlir. Eyni yağıntıya marş nöqtələri birləşdirən xətlər izogyetlər adlanır. Yağışlar düşmə xarakterinə görə aramsız narın yağışlar, leysan yağışlar və çiskin yağışlar olmaqla 3 qrupa bölünür. Aramsız narın yağışlar. Burada yağışın intensivliyi az olur, yəni zəif yağır, amma bir neçə gün davam edə bilir. Bu aramsız narın yağışlar laylı yağış və yüksək laylı buludlardan əmələ gəlir. Leysan yağışlar iri damla şəklində gür olur, topa yağış buludlarından yağır. Əsasən isti enliklər üçün səciyyəvidir. Çiskin yağış damcıları çox kiçik olur. Havadan əsli vəziyyətdə qalır. Onlar laylı və laylı topa buludlarını əmələ gətirirlər. Yağıntılar əmələ gəlməsinə görə 3 qrupa bölünür. Konvektiv, oroqrafik və frontal. Konvektiv yağıntılar yuxarı qalxan, isti olub yuxarı qalxan havanın soyuması ilə əlaqədar yaranır və ekvatorial enlikləri əhatə edir. Oroqrafik yağıntılar dağ boyu yüksələn rütubətli havanın soyuması nəticəsində yaranır və dağlıq bölgələr üçün səciyyəvidir. Frontal yağıntılar temperatur və rütubət baxımından fərqli xüsusiyyətlər daşıyan hava kütlələrinin bir-birlə toqquşması. Yəni buna cəbhə zonasını deyə bilərik ki, isti soyuq cəbhənin bir-birlə toqquşması nəticəsində frontal yağıntılar yaranır. Qışda havanın temperaturu yer səthinə yaxın ərazilərdə mənfi olur. Bu zamanda buludlarda toplanan su kristallaşır və qar dənəciklərini əmələ gətirir. Eyni zamanda mənfi temperaturda, mənfi 10-15 dərəcə temperaturda buludlarda olan suyun təsiri ilə artıq burada dolu yaranır. Dolu ən çox yazda və yayın əvvəlində müşahidə olunur. İsti və nəmli havanın soyuq səthlə təması nəticəsində su və buz zərrəciklərindən ibarət duman əmələ gəlir. Duman yer səthinə çox yaxın qatda baş verir. Həmçinin müsbət temperatur şəraitində havadakı rütubətin soyuq səthlə təmasından şeh yaranır. Şeh əsasən yaz fəslində payızın əvvəlində müşahidə olunur. Yer kürəsində yağıntıların miqdarı coğrafi enlikdən, atmosfer təzyiqindən, okeanlara yaxınlıqdan və s. asılı olaraq dəyişir. Dünyada ən çox yağıntı ekvatorial qurşağa düşür 2000 mm-dən çox. Burada ən yüksək temperatur da bu hissədə baş verir. Tropik enliklərdə yağıntıların miqdarı nisbətən azalır. Belə ki, kontinental ərazilərdə 100, 200
Dəniz iqlimi ərazilərində isə 1000 mm qədər yağıntı olur. Mülayim enliklərdə də dəniz iqlim şəraitində yağıntı 1000 mm-dən artıq olur. Kontinental şəraitdə isə 200-300 mm qədər olur. Şimal yarımkürəsində materiklərin qərb sahillərində yağıntıların artmasına, qərb küləklərinin şərq sahillərində isə yağıntıların artmasına musson küləklərinin rolu böyükdür. Qütb enliklərdə enən hava hakimdir, yüksək təzyiq, alçaq temperatur şəraiti mövcuddur və burada yağıntıların miqdarı 50 mm-dən aşağı olur. Yer kürəsində ən çox yağıntı 14 mm hava yaylalarına və minimum yağıntı isə Atakama səhrasına düşür. Yağıntıların miqdarına görə biz rütubətli əmsal təyin edə bilərik. Ərazinin rütubətli əmsalını tapmaq üçün, rütubətli əmsalını təyin etmək üçün ərazidə olan yağıntını buxarlanma qabiliyyətinə bölməklə rütubətli əmsalını tapmış olarıq. Cədvələ diqqət yetirsək, hər bir təbii zona üçün uyğun olan rütubətli əmsalı yazılmışdır. Deməli, buna diqqət edirik. Nisbi rütubətlilik və rütubətlənmə əmsalına aid misallara baxaq. Tapşırıq 1. 10 dərəcə temperaturda 1 kub metr havada 5 qram su buxarı var. Rütubətlə doyma üçün 9 qram su buxarı tələb olunur. Nisbi rütubətli tapırıq. Bilirik ki, doymuş hava dedikdə 100% nəzərdə tutulur. Müsbət 10 dərəcə temperaturda 9 qram su buxarı var və bu 100%-dir. 5 qram su buxarında isə neçə faiz olar? Burada artıq 55%-i tapırıq. Tapşırıq 2-yə baxaq. Müsbət 20 dərəcə temperaturda 1 kub metr havanın nisbi rütubətliyi 80%-dir. Bu temperaturda havanın rütubətlə doyması üçün 17 qram su buxarı tələb olunur. Mütləq rütubəti tapmağımızı istəyir. Bilirik ki, hər yerdə doymuş havanı 100% götürürük. Deməli, biz buradan tapdıq. 70-i 80-ə vuraraq və bölərək 100-ə 13,6 qram. Və 13,6 qram su buxarı olduğunu taparıq. Tapşırıq 4-ə baxaq. Müsbət 30 dərəcə temperaturda 1 kub metr havanın nisbi rütubətliyi 80%-dir. Havanın temperaturu 10 dərəcə aşağı düşərsə, bu zaman neçə qram su buxarı itirə bilər onu soruşur bizdən. Biz 30 dərəcə temperaturda mütləq rütubəti tapaq. 30 dərəcədə 30 qram su buxarı var və bu bizim 100%-imizdir. Və burada da bizdən rütubətinin 80% olduğunu deyir. Tənasüb qursaq artıq burada 24 qram tapmış olarıq. Deməli, əgər 30 dərəcə temperaturda 24 qram su buxarı varsa, temperatur aşağı düşür, yəni 20 dərəcəyə olur. 20 dərəcə temperaturda da hava öz tərkibindən 17 qram su buxarı saxlaya bilir. Qalan nə qədər artıq varsa bunu itirir. Deməli, 24-dən də 17 çıxarıq, 7 qram. Deməli, bizə buradan nə qədər su buxarı itirə bilər? 7 qram. Tapşırıq 5-ə baxaq. 10 dərəcə Selsi temperaturda 1 kub metr havanın rütubətliyi 70%-dir. Temperatur da 20 dərəcəyə qədər qalxır. Onun nisbi rütubətliyi necə olar? İlk növbədə 10 dərəcə temperaturda 1 kub metr havada biz rütubətliyi tapaq. 10 dərəcədə 9 qram su buxarı var. Bu bizim həmişə 100 qiymətimizdir. X-da da 70%-dir. Bu da çarçarpaz vurduqda 6,3 qram edir. Temperatur artır, artıq 20 dərəcəyə çatır. Amma havanın tərkibindəki rütubət dəyişmir. Yəni 6,3 rütubət əvvəlcə 9 qram həcmli havanın tərkibində olur. Sonra 17 qram həcmli havanın tərkibində ola bilir. 17 qramı 100%, 6,3 qramı X% götürsək, X burada artıq alınar 37%.